رمضان 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 مرحبا يا رمضان. بسم الله الرحمن الرحيم. اللهم قربني فيه إلى مرضاتك وجنبني فيه من سخطك ونقماتك ووفقني فيه لقراءة آياتك برحمتك يا أرحم الراحمين. بسم الله الرحمن الرحيم والصلاة والسلام على سيدنا ونبينا العبد المؤيد والرسول المسدد المصطفى الأمجد حبيب إله العالمين أبي القاسم محمد لا سيما ابن عمه علي بن أبي طالب وأولاده المعصومين حجج الله وعجل الله تعالى في فرج مولانا صاحب الأسر والزمان. Allaha yenə də şükür edirik ki, oruçluq ayını dərk etmişik. Bir gün oruçluqdan keçibdi. İnşallah ki, çalışaq, oruçluqdan çox istifadə edək. Bu gün danışırıq, deyirik, oruçdan bir gün keçib. Adam bir göz açıb bağlar, birdən baxar, görər ki, oruçdan bir gün qalıbdı. Bu gün deyirik, bir gün keçib. O qədər zaman keçməyəcəkdi ki, insan birdən gözünü açacaq, görə bir gün oruçdan qalıbdı. İnsan həsrət çəkər, deyər, kaş artıq istifadə eləmiş olaydım. İndi oruçluq təzə başlanır. Çalışaq ki, inşallah əlimizdən gələn oruçluqdan yaxşı istifadə edək. Bir rivayəti Əmirul Müminin Əli əleyhissalam Peyğəmbərdən nəql elədi ki, oruçluq haqqında Peyğəmbər bir tövsiyələr eləyibdi. Bir hədis idi. Bu hədisin bir hissəsini oxuduq, yetişdik bu sözə ki, Peyğəmbər burada, ey insanlar, oruçluq ayıdır. Əlbəttə, bu şeyləri insan hər zaman nəzərdə almalıdır, amma oruçluq ayında görürsünüz, biraz çox təkid olunubdur bu iş məsələyə. Burada, vəhfəzu əlsinətəkum. Bu ayda, deməli, dilizə yər çıxın. Hər sözü danışmayın, yalan deməyin, qeybət eləməyin, böhtan vurmayın. Nə qədər günahlar ki, insan dili ilə o günahlar edir. Rivayətdə vardır, bizlər bu şeyləri qiyamətdə başa düşərik. Burada başa düşməyimiz çətindir. Hər gün ki olur, insanın bədəninin üzvləri danışırlar. Necəsən? Burada rivayətdə vardı ki, insanın dilinə növbə yetişəndə deyərlər ki, hamımız yaxşıyıq, əgər sən qoysan. Yəni, o qədər bu dilindən insan günahlar edir ki, insanın üzvləri deyir, sənə görə cəhənnəmə getməli olsan, biz də o odda yanacağıq. Və yenə rivayətdə gəlibdir ki, təəssüflər olsun, elə olar ki, insanlar dilindən etdiyi günahları heç günah bilməzlər. Yəni, bir yerdə birinə zülm elər, başqa günahlar edər, baxışığı ilə günah edər, oğurluq edər, bunları günah görür, amma belə yalan danışır çox rahat. Heç bunu günah hiss eləmir, heç bunu günah saymır, böhtan vurur, qeybət edir, heç bunları günah bilmir. Hətta görürsünüz ki, insan and içir, yalan and içir. Bir rivayət, geçən məclisdə işarə elədim ki, buyurdu, 3 dənə günahdır ki, onlar əsrəu şeyin uqubətən, çox tez Allahın bəlasına duçar olar insan əgər o günahları eləsə. Onların biri buydu ki, insan qəti rəhim eləyək, qohumların, əqribanın görüşündə getməyək, küsülü ola. Onların biri də əl-yəminul kazibə, yalan and içmədir. Görürsünüz, ticarət əhlidir. İstəyir əldə olduğunu satsın, o qədər and içir, yalan andılar içir. Buydu, gözləşin. Sən düz vaxtda da and içməməlisən.
Yaxşı deyil insan hər bir işə and içə. İndi o insanlar ki, yalan and içirlər. Yalan danışma bir məsələdir, yalan and içmə bir başqa məsələdir. Böyle vəhfəllu əlsinətəkum. Gözləşin. Bu dil, əgər insan gözləşməsə, bu dil çox günahlar edər. Nə qədər insanlar ki, Əmirul Müminin Nəhcül Bəlağədən buyurdu, Rubbə kəlimətin, cələbət niqmətən, sələbət ni'mətən. Buyurdu, insan bir yerdə ancaq bir dənə söz danışar. O söz ola bilər yalan olsun, ola bilər qeybət olsun, ola bilər böhtan olsun. O bir dənə söz səbəb olar ki, Allah nimətini bu insandan alar və yaxud bu insana bəla göndərər. İnsan qalır, Allah, mən neynəmişəm, belə bir bəlalara düçar olmuşam. Və halbuki diqqət eləmir, bir yerdə bir söz dedi, bir insan ürəyincidir. Bir yerdə bir söz dedi, iki ailə biri-birindən küstülər. Bunun bu sözü olmasaydı, onlar biri-biri ilə get-gəl edirdilər, dostdular, ünsiyyətləri vardı. Bu insanın o sözünün danışmağı səbəb oldu, iki ailə küsülü oldular. Bəlkə hamımız belə bir şeyləri görmüşük. Odur ki, insan gərək diqqət eləsin dilinə, sahib olsun, yə dursun dilinə ki, hər günahı eləməsin insan, hər sözü danışmasın insan. Bir rivayətdə gəlibdi ki, bir insan gəldi İmam Sadıqın xidmətinə, dedi, ağa, mən 3 dənə günahın yiyəsiyəm, bu 3 dənə günahı edən insanam. Gəlmişəm sizin yanınıza, söz verirəm bu 3 dənədən birini tərk edəm. Üçünü yox, söz verirəm birini tərk edəm. Biri bu idi ki, içki içirdi, biri bu idi ki, naməhrəm insanlarla günahlı bir ünsiyyəti, əlaqəsi vardı. Bir də bu idi ki, yalan danışırdı. İmam Sadıq buna buyurmuş olsun ki, yalan danışmanı tərk eləginən. Bu insan deyir, mən İmam Sadıqa söz verdim, yalan danışmayayım. Sabah dostlarım gəldilər, qapını döydülər ki, gedək filan yerdə günah məclisi var, içki var, filan günah vardı. Dedim, olsun gəlirəm. Hazırlaşırdım gedən, birdən dedim, mən gedirəm ora, mən gedə-gedə biri məndən sual eləsə, hara gedirəm, düzünü deyə biləm, hara gedirəm. Amma elə yerə getmirəm ki, düzünü deyə biləm. O yandan ki, mən söz vermişəm, yalanı tərk edəm. Əgər mən getdim, ora qayıtdım, gəldim evə, ailəm evdə soşla, hardaydın, hardan gəlirəm, düzünü deyə biləm. Axı, elə yerə getmirəm ki, düzünü deyə biləm. Deyə bu yalanın tərk etməsi səbəb oldu, o iki günahı da tərk elədi. İmam Sadıq bu insanı tanırdı. Tanıdığına görə burada yalanı tərk elədi. Bu insan yalanı tərk elədi. Bu günahın tərk eləməsi səbəb oldu ki, o biri günahları da tərk elədi. Necə rivayətdə gəlib, əgər bütün günahları yığala bir otağın içinə, o otağın açarı ki, qapını insan aça girə o otağa yalandır. Pəs biz diqqət eləməliyik burada. وَحْفَزُوا أَلْسِنَتَكُمْ وَغُزُّوا عَمَّا لَا يَحِلُّ النَّزَرُ إِلَيْهِ أَبْصَارَكُمْ. Buyurdu ki, gözünüzü gözləşin. Qoymayın hər şeyə baxsın. Bu göz sevər baxmağı. Rivayətdə var, neçə şey var, neçə şeydən doymaz. Biri buyurdu, alimli ilmidən doymaz. Bir alim nə qədər elm oxur, gənə də istəyir artıq öyrənsin. Bəzi yerlər var, suz yer olar. Buyurdu, o yerə nə qədər yağış yağa, su gələ, o doymaz. Hey, su çəkir canına. Biri də buyurdu ki, gözdür, baxmaqdan doymaz. İnsan belə deyil ki, deyə mən bugün çox baxmışam, yoruldum, biraz baxmayayım. Yox, insan baxmaqdan yorulmaz. Ola bilər, yuxusu gəlsin. Amma baxmaqdan yorulmaz. İnsan olmaya, diqqət eləməyə, buna öyrənə ki, günah şeylərə baxa, naməhrəmə baxa. Rivayətdə var, hörmətli möminlər. Buyurdu, kimsə baxıb qonşunun evinin içinə baxır, görür. O evin içində bir qadın vardı, evin içində hicabsız idi. Bu bilə-bilə baxdı, o qadını evin içində gördü. Allah buyurdu, mən elə bil and içmişəm ki, bu insanı bu dünyada abırısız eləyəm, bunu abırısını aparam. Fəqət buna görə ki, baxdı qonşunun evinə, o xanım ki, hicabsızı da onu gördü. Düzdür, onun gərək evində pərdə olaydı ki, eşikdən baxan görməsin. O da bəlkə diqqətsizlik eləyib. Amma bu da gərək baxmaydı.
Bəzi adam var, küçədən geçir, gözü öyrənib bir qapı açıqdır, tez başını dolandırır, o evin içinə baxır. Bəlkə o andakı evin içinə baxır, orada bir hicabsız xanım vardı, bu gərək ona baxmaydı. Buyurdu ki, insan gərək diqqətli olsun. Xüsusilə bu ayda gözündən hər şeyə baxmasın, gözündən günah eləməsin insan. Və nə qədər insanlar ki, səhv edir, bir yerdə baxır, dedi, bir dənə baxışıqdır, inşallah müşkülü olmaz. O bir dənə baxışıq səbəb oldu bu insan nə günahları eləsin, rivayətdə vardı. Ən-nəzrətu səhmun min siham iblis. İnsanın baxışığı naməhrəm qadına şeytanın zəhərli oxuna oxşar. Zəhərli oxu birinə vursalar, o ox özü də insanın ürəyin bəlkə dələ, insan yaralı ola, o qədər qan gedə ki, ölə, bəlkə də öldürməyə ox. Amma zəhərli ox olsa, insan istəyir ürəyinə deysin və yaxud ürəyi olmasın, qoluna dəysin. Amma çün zəhərlidir, insanı öldürər. Buyurdu, baxışıq belədir, insan diqqət eləməlidir. İnsan gərək bu şeyləri qorusun özünü, gözünü ki, hər şeyə baxmasın, naməhrəmə baxmasın, hər bir videoya baxmasın insan. Və bu ayda artıq insan bu məsələyə diqqət eləməlidir. Və əmmə la yəhillul istima'u iləyhi əsma'akum. Buyurdu, bəs şeylər var, onun qulaq asması halal deyil. Qulağınızı qoruyun, o şeylərə qulaq asmayın. Ola bilir bir yerdə bir müğənni oxuyur, qadındır, bu müştehid mərcə-i təqlid ki, bu insan ona təqlid edir, deyir, qadın səsinə qulaq asmaq olmaz və yaxud bu tərzidə oxuyan bir müğənniyə qulaq asmaq olmaz. İnsan qulağını qorusun, hər şeyə qulaq asmasın. Bir dənə də mən rivayət deyirəm o şeylərdən ki, insan diqqət eləməlidir ki, bu düz deyil, insan ona qulaq asa bilməz. Buyurdu ki, Sami'ul qeybəti kəl-muhtab. Qeybətin eşidəni ilə qeybət eləyənin fərqi yoxdur. Qeybət o günahlardandır ki, həm danışanına günah yazırlar, həm eşidəninə günah yazırlar. Əgər biri mənim yanımda orucun yesə, o günah edir, amma onun oruc yemağına görə mənə günah yazmazlar. Düzdür, mən bəlkə vəzifəmdir, nəhyəz münkər eləyəm, insanı çəkindirəm, deyəm günahdır. O yerində o işi eləməsəm, o nəhyəz münkəri eləməmişəm, ona görə bəlkə günah yazılar mənə, əgər nəhyəz münkər şəraiti varsa orada. Amma mənə oruç yemə günahı yazmazlar. O orucun yedi, mən yeməmişəm. O insan namazı tərk elədi, mən eləməmişəm, mənə günah yazmazlar. Amma buyur, o insan qeybət eləyir, həm sənə günah yazarlar, həm ona günah yazarlar, həm sənə ki eşidirən, ikizə də yazarlar. Qeybət o günahlardandır ki, dedim, Sami'ul qeybəti kəl-muhtab. Qeybət edənlə, qeybətin eşidəninin fərqi yoxdur. İnsan qulağını qorusun, hər şeyi insan eşitməməlidir. Bunlara biraz biz artıq diqqət eləməliyik. Və buyurdu ki, yetim insanlara uşaqdır, ata-anası ölübdür, atası ölübdür. Bu insana insan diqqət eləməlidir. Vardı insan rəhmət əlini yetim uşağın başına çəkməlidir ki, bu səbəb olar insan Allahın cənnətinə daxil olsun. Bəzi insanlar vardı, qohum məğribasında da yetim uşaqlar olur, amma onlar elə bil unudubdur. Bu mənim boynumda bir dini vəzifədir, hörmətli möminlər. Əgər bir yerdə bir yetim uşaq tanıram, insan gərək onlara kömək eləsin, dəstək versin. Onların əlindən tutsun ki, bu uşaq böyüsün, öz əyağının üstündə dura bilsin. Amma o yerə yetişənə qədər 100% bu insan kömək olunmalıdır. Gərək yetim insanlara biz diqqət eləyək ki, bunlar özləri səbəb olar ta insan rivayətdə vardı. Əgər bir gün insan özü dünyasını dəyişdi, başqaları da gəlib bunun uşaqlarına yetişərlər, kömək elərlər. Amma onun şərti budur ki, mən diri ola o yetim uşaqlara kömək eləyəm ki, əgər bir gün mən öldüm, başqası da əgər mənim uşağımın ehtiyacı oldu, başqası da burada gəlsin, kömək eləsin. Budur və tubu ilallahi min zunubikum. Bu ayda düzdür, Allah bağışlar, amma tövbə edənlər, tövbə edin, hörmətli möminlər. Bizim günahlarımız neçə növdür, bir növ deyil.
Mən çox qısa olaraq bir bölüm ki deyirlər günaha onu deyim və onun tövbəsini də deyim. Günahlar deyirlər ya haqqun nasıdır ya haqqullahıdır. Ya Allahın birbaşa Allahın öz haqqıdır və yaxud haqqun nasıdır insanların haqqıdır. Haqqullah özü iki hissəyə bölünür. Onlardan biri odur ki, eləmil bir insanla bir yerdə yalan danışdı, günah elədi, haqqullahıdır, o tövbə edəcəkdir. İnşallah o günahı təkrarlamasa Allah inşallah bağışlar. Amma bir günah var, haqqullahıdır, bunun kimin ki bir insan oruç tutmayıb, namaz qılmayıb. Bu eləyə bilməz deyə haqqullahıdır, dedim, əstəğfirullah Rabbi və etublə, Allah mənim günahımı bağışlar, Allah da inşallah bağışlar. Yox. Bu yerdə tövbənin şərti budur ki, o namazları ki qılmamışam, gərək qəzasını qılım. Oruclar ki tutmamışam, gərək qəzasını tutum. Bunun tövbəsi bundan. Həm Allah'tan istəyəcək bağışlaya, həm o işlər ki bizə vacib idi yerinə yetirək, yetirməmişik, onları biz yenidən yerinə yetirməliyik. Pəs, haqqullahda bir yerdir ki, yalanla danışıb gərək danışmaydı. Baxışığı ilə bir yerdə bir günah edib gərək eləməydi. Elə günahdır ki, içində haqqun nas yoxdur. Böyle deyir, Allah bağışla, inşallah o günahı bir də təkrarlamır, Allah da inşallah bağışlar. Amma bir yerdə dedim, bir günahdır ki, haqqullahıdır, amma insan gərək namazı ki, qılmayıb qəzasını yerinə yetirsin. Orucun qəzasını yerinə yetirsin. Bir də haqqun nasıdır, insanların haqqıdır. Mən bir yerdə birinin haqqına girmişəm. Birinin malından iznisiz götürmüşəm. Bu o insanın haqqıdır. Həm gərək Allah'tan istəyək bağışlaya, həm də o insanın özündən halallıq almalıyıq. O insanla bizi bağışlamalıdır. Mən onun malını götürmüşəm. Olur bəzi yerlərdə görürsünüz, insan istəyir həccə gedə, həccə gedəndə təzə yadına düşür ki, uşaqlıqda, bilmirəm, cavanlıqda kimlərin haqqına girib bir gedir, onlardan halallıq alır. Filan kəs bağışla, o zaman mən sənin malından götürdüm. Bağ suarırdıq, sənin növbəndi, su sənin ağaçlardan getməliydi. Mən yavaşca öz bağımı suardım. Bunların vacib həccə edəndə gedir, halallıq alır. Bəlkə insan həccə gedəndən əvvəl ondan qabaq öldü. O cürdə mən tövbəsiz öləcəyəm. Yox, bu işi insan gərək diqqət eləyə. Saxlamayaq vacib həccə gedəndə bundan ondan halallıq alaq. Əgər birinin haqqı boynumuzda var, indidən bu işi görək. Halallıqlarımızı alaq. Bu tövbənin şərtidir. Və bir rivayətdə buyurdu ki, insan günah elər, insanın sol çeynində, sağ çeynində ikisində də mələklər var. Sağ çeynində olan mələklər insanın savab işlərin, yaxşı işlərin yazarlar. Sol çeynində olanlar insanın günahların yazarlar. Bu sol çeynində olan mələk istəyir günahları yazar, sağ çeynində olan deyir hələ dayan. Ləəlləhu şayət tövbə elədi, şayət bir yaxşı iş gördü. Hələ tələsməklə, yazmaqla. O rivayətdə gəlibdir, o mələk 7 saata qədər yubandırar ki, bəlkə günah edən insan tövbə edəydi. Buyurur ki, 7 saat keçər bu insan heç tövbə etməz. O sağ tərəfdəki mələk ki, vaxt almışdı. Soldakına deyər, uktub ələşşəqiyyil məhrum. Yaz bu şəqavətli insan, bu pis insan, Allahın rəhmətindən uzaq olan insanın günahını yaz ginən. Ki günah eləmiş ki, eyni zamanla sən istəydin yazan, mən səndən xahiş elədim, elə bil vaxt aldım ki, bəlkə tövbə elədi, yenə tövbə eləmədi. Əlbəttə bu rivayətin də mənası budur ki, insan tövbə elədi deyə hələ 7 saat olmayıb tövbə elərəm. Bəlkə 7 saatdan qabaq insan öldü. İnsan eyni zamandakı günah elədi, özünə gəldi, tez tövbə eləməlidir. Amma sözümüz buradaydı ki, Peyğəmbər bu rivayətdən buyurdu ki, və tubu ilallahi min zunubikum. Bütün verfəu ileyhi eydiyekum bid-duai fi awqati salatikum. Buyurdu, bu ayda dua eləmə ayıdır. Əllərinizi qaldırın. Allahın dərgahında dua edirsiniz, əllərinizi qaldırın. İlahi, mənim istədiyim budur, budur. Və hər zaman yadımızda olsun inşallah istəklərimizi Allah'tan istəyəndə başda imam zamanı zuhurunu Allah'tan istəyək. İnşallah bu zülmü ki dünyada vardı, bu zülmün kökünün qazılmasını Allah'tan istəyək. Nə qədər insanlar zülmə məruz olurlar. Allah'tan istəyək ki inşallah imam zamanın gəlməsi ilə bu məzlum insanlara inşallah Allah dəstək versin. İnşallah hər yerdə, hər zamanda belə bir insanlar orada inşallah imam zamanın vasitəsilə zalimlərə inşallah qalib gəlsinlər.
Buyurdu ki, dua eləyin xüsusilə namaz vaxtında. İnsan namaz qılanda Allahın rəhmət qapıları bu insanın üzünə açıqdır. Buyurdu, o halda dua eləyin. O halda əlinizi qaldırın Allahdan, isteyin istədiklərinizi. Belə bir şeylərə insan diqqət eləməlidir. Peyğəmbər, əgər mən bilmirəm, Peyğəmbər bilir hansı halda dua yaxşı müstəcab olar, Allah qəbul elər. Peyğəmbər bizə belə öyrətdi. Necə başqa rivayətlərdə də gəlibdir ki, nə yerlərdə, hansı vaxtlarda insanın duası qəbul olar. Onların cümləsindən biri budur, rivayətdə vardı, buyurdu ki, dua edəndə insan o körpə uşaqları gətirsin öz yanında, dua eləyəndə o uşaq da amin desin. Sonra o uşaq hələ təklif olmayıbdır, onun günahı yoxdur. O insan ki, günahı yox, məsum kimindir? Onun amin deməsi fərqli olar. Dua edəndə uşağı da insan biləsindən istəsin ki, oğul, qızım, mən dua edirəm, sən də amin deyinən və yaxud sən də bu duanı eləginən. Belə ya bir xəstə insanın yanına adam gedibdir. Xəstənin olur o zaman ki, gözü qapıda olur ki, kimsə gəlir, bundan görüşsün, xəstədir, eşiyə gedə bilmir, qalıb evdə darıxır, bir insan gəlib ona baş çəkir. Belə o xəstənin yanında dua eləmə səbəb olar ki, insanın duası müstəcab olsun. Və bu rivayətdə də Peyğəmbər belə buyurdu. Fi əvqati salatikum, namaz vaxtında dua edin ki, inşallah namaz vaxtında dua etmə səbəb olar ki, insanın inşallah duası müstəcab olar. Buyurdu ki, biraz artıq oruçluğun dəyərini bilin. Fə innəha əfsəlus saat. Ən yaxşı zamanlardır bu, ən yaxşı vaxtlardır bu. Yənzurullahu əzzə və cəl fiha bir rəhməti ilə ibadih. Allah bəndələrinə rəhmət gözü ilə baxır. Qəzəb gözü ilə baxmır. Rəhmət gözü ilə baxır. Yucibuhum izâ nâcuh və yuləbbihim izâ nâduh. Bu insan Allahla danışanda Allah ona cavab verir. Onun səsini eşidir, ona cavab verir. Bu insan danışır, Allah deyir, ey mənim bəndəm, eşitdim sənin sözün. Və yu'tihim izâ sə'alû, sən məndən bunu istəydin, mən onu sənə əta edirəm, verirəm. Və yestecibu lehum izâ da'av, əgər sən Allahdan bir dua elədin, Allah sənin duan qəbul edir. Və buyurdu Peyğəmbər, əyyuhən nas, innə ənfusakum mərhunətun bi'a'malikum, fəkuffuha bistiğfarikum. Buyurdu, bizim canımız elə bil günahlarımızdan asılıdır. Bu günahlar qoymaz insan cənnətə gedə. Bu əməllərimiz səbəb olar insan cəhənnəmə gedə. Buyurdu, bu maniəni özünüzdən uzaq edin. Hansı yolundan? Bistiğfarikum, Allahdan istəyin, günahlarınızı bağışlasın. Buyurdu ki, bilin bu günahlar insanı çox çətin halda qoyacaq qala. Fəxəffifu anha bituli sucudikum. Buyurdu, çox səcdə eləməklə günahlarınızı özünüzdən uzaq edin. Bu səbəb olar ki, insan Allah yanına gedəndə qiyamətdə bunun elə bil tərəzi kimindir? Bir tərəzidə bunun günahları elə ağırlıq edir. Uzun səcdə səbəb olar ki, bu günahın ağırlığından azala. Bizim başqa rivayətlərdə də tövsiyə olunubdur, hörmətli möminlər. O insanlardan olmayaq ki, yalnız namazda, vacib namazları qılanda səcdə edirik. Hər zamanda insan əlindən gəlir səcdəyə geçsin, səcdə eləsin. Ən azı Allahın verdiyi rəhmətlərə görə şükr eləsin, geçsin səcdə, şükrən lillah, şükrən lillah, şükrən lillah. Allaha şükr eləsin, ilahi, həmdən lillah, həmdən lillah, həmdən lillah. İnsan geçsin səcdədə, Allaha şükr eləsin. Və yaxud geçsin səcdədə desin, əstəğfirullah Rabbi və ətub iləyh. Ey Allah, mən günahkar bir insanam, mənim günahlarımı bağışla ginən. Buyurdu ki, fəxəffifu anha bituli sucudikum. Peyğəmbərin bir səhabəsi vardı, Peyğəmbərə neçə il xidmət eləmişdi. Bir gün Peyğəmbər bu insana dedi, Rəbiədir adı. Dedi, illər boyu 7 ilə yaxın sən mənə xidmət eləmişən. Məndən əgər bir istədiyin varsa, diginən mən Allahdan istəyim versin. Bu dedi, ya Rasulallah, mənə möhlət verginən, mən fikr edim. Belə istəmirdi, eyni zamanda cavab versin. Getdi, sabah gəldi, dedi, ya Rasulallah, Allahdan istədiyim budur və sizi vasitə edirəm ki, Allah bunu mənə versin. İstəyəm, o dünyada sizinlə bir yerdə olun. Nə yaxşı dua elədi. Peyğəmbər dedi, çox yaxşı dua elədin. Necə fikrən gəldi? Dedi, ya Resulullah, gördüm mən nə istəsəm, dünya mal istəsəm bir gün qutaracaqdır. Hər nə istəsəm bu dünyada qoyub getməliyəm. Mənə qaldıq odur ki, o dünyada sizinlə olun.
Peygamber bu insana dedi olsun, ben dua elərəm ki Allah o dünyada sənin məndən bir yerdə qərar versin. Elə bil biri-birimizdən qonşu olaq o dünyada. Quran ayəsində də var. Həsunə ulaikə rəfiqa, bunlar peyğəmbərlərindən bir yerdə olarlar, dostluq olar bunların arasında o dünyada. Amma bir dənə şərt qoydu. Burada əyinni bi kəsrəti sucud. Burada mən bu işi görürəm, söz də verirəm. Amma sən nə kömək eləyinə, necə kömək eləyinə mənə? Bi kəsrəti sucud, çox səcdə eləmaqla. Oruçluq ayında bunu öyrənək. Səcdə istər namazın özündə olsun, istər iş mən namaz qılmıram, belə səcdəyə gedirəm. Bu çox yaxşı bir əməldir, yaxşı bir ibadətdir, tövsiyə olunubdur. Bizlərə mühim olsun, maraqlı bir iş olsun ki, bəzi zamanlar elə insan belə səcdəyə getsin, Allah qarşısında insan belə Allahı ibadət eləsin. Ki, buyurdu, və'ləmu annallaha əqsəmə bi izzəti. Buyurdu, siz səcdə əhli olun, bilin ki Allah öz izzətinə and içibdir ki Allahu yu'azzibəl musallinə vəs-sacidin, ki namaz qılan insanları, səcdə əhlini Allah inşallah cəhənnəm otuna aparmıyor əlbəttə. Bunun şərtləri də var. Belə olmasın, mən namaz qılam, hər bir günahda edəm, yox. Şərtlər yerində, amma onun yanında bir insan ki şərtləri yerinə yetirir. Burada Allah öz izzətinə and içib ki namaz qılan insanları, səcdə edən insanları cəhənnəmə aparmaya və insana da həqiqətən belə bir şeylər maraqlı olmalıdır ki, əgər mən bilmirəm hansı yolundan Allaha daha artıq yaxın ola bilərəm, Peyğəmbər bu hədisdə bizə öyrətdi. İbadətlər hamısı yerində, nə yaxşı oruçluq günlərdir insan oruc ağzından, Quran oxuyan ağzından səcdəyə gedib zikr deyə. Neçə ibadət üst-üstə düşür və həqiqətən bunlar dəyərli bir şeylərdir ki, inşallah insan bunun qədrini, dəyərini artıq bilə və özümü də deyirəm, Allahdan istəyirik ki, özü bizə nəsib eləsin, özü bizə kömək eləsin ki, bu ayda elə ibadətlər edək ki, həqiqətən Allaha yaxın ola bilək və günahlarımızı bağışlatdıra bilək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.